Deməli belə 8-ci sual, yəni 8-ci sınaq dünya əhalisi mövzusu. Yoldaşlar, sualın birincisi. 2015-ci ildə ölkə əhalisi 7.250.000 nəfər. 2019-cu ildə isə olub nə qədər? 7.830.000 nəfər. Əhalinin orta sözü varsa, orta illik artım faizi belə tapılır. Əvvəlcə biz artımı tapırıq. 7.000, bəli, 830-dan çıxacaq. 7.200 neçə? 50. Neçələr yoldaşlar? 580. 580 neçə il ərzində olub? 4 il ərzində. Böləcək yoldaşlar? Hə? 480 mi? Yox. 580. Böləcək 4-də neçə elədi yoldaşlar? 4-də böləndə. Əlbəttə ki, eləyir. 580 böl 4. Bəli. 584-də böləndə 145. 145 min əhali orta illik artıma malikdir. İndi onun faizi ümumi əhaliyə görə tapılır. Yazırıq. 7.250.000 100%. 145 nə olacaq yoldaşlar? X. X bərabərdir. 145 min vur 100 böl 700, deməli 7.250.000. 7.250.000. X bərabər neçə faizə? 2%. Cavabımız nə variantı? B. İkinci sual. Azərbaycan əhalisi ilə bağlı doğru ifadələri müəyyən edin deyir. Çox millətli dövlətdir ifadəsi doğrudur. Azərbaycan çox millətlidir. Şəki-Zaqatala iqtisadi rayonunda Qafqaz idarəsinə mənsub xalqlar yaşayır. Bəli, avarlar, saxurlar, udinlər. 2 doğrudur. Bütün düzənlik ərazilərdə əhali sıxlığı çoxdur, səhvdir. Məsələn, Cənub-Şərqi Şirvanda və Şirvan düzünün bəzi hissələrində əhali necədir? Seyrək. Kənd əhalisinin payı çoxdur. Doğru deyil, yanlışdır. 54.5%-ə qədər bugün müasir dövrdə şəhər əhalisidir. Ən çox sıxlıq Abşeron yarımadasında müşahidə edilir. Bəli, paytaxt Bakı şəhəri və Sumqayıta görə. Cavab 1, 2 və 5. Variantımız nə bənd oldu? C. Sonra, bəli, 3-ə baxırıq. 2000-2023-cü il, yəni 23 il ərzində ölkənin statistik göstəricisinə tərtib olunmuş yaş cims piramidasına əsasən doğru ifadələr müəyyən edin. Yoldaşlar, 15 yaşdan aşağı yaş qruplarına diqqət eləyin. 15-dən aşağı yaş qruplarına. Deməli, səhifə 45-dəki qrafiklə növbəti səhifədəki qrafik arasında, yəni həmən o aşağı yaş qrupuna bir dənə fikir verin, 15-19 yaşdan aşağıya. Gördüyünüz kimi yoldaşlar, say nə olub? Azalıb. Say azalıb və burada kişilər daha üstün olub. Gördüyünüz kimi kişilərin enliliyi qadınlardan nədir? Çoxdur. Kişi qrupu qadınlardan çoxdur. Ona görə də kişilər üstünlük təşkil edib. İndi baxın, sualda bizə deyirdi ki, xüsusiyyətləri müəyyən elə. Təbii artım azalmışdır. Bir doğru xüsusiyyətdir. Aşağı yaş qrupunda qadınların payı yox. Kimin payı artır? Kişilər, ona görə yanlışdır. Uşaqların payı artmayıb, əksinə nə olub? Azalıb. Əhali sayında yaşlı əhalinin payı artmışdır. Bəli, uşaq azalanda yaşlı əhalinin payı neyinir? Artır. Cavabımız 1, 4. Variantımız Y. Təbii artımın yüksəldilməsi demoqrafik siyasət aparılmışdır. Xeyr. 23 il ərzində əhalinin nə olub? Azalması gedib. Aydın oldu. 4-ə baxırıq. Xəritə sıxımı əsasən təbii artımın birinci tipinin səciyyəvi olduğu ölkələr, birinci tip daha çox demişdik, necə ölkələrdədir? İnkişaf etmiş ölkələrdə. Bura uyğun gələcək 1. Ukrayna, yəni Şərqi Avropada bilirsiniz, hətta demoqrafik azalma gedir. 3 olacaq İsveç. 4 olacaq yoldaşlar İspaniya. 1, 3, 6. 1, 3, 6. Düzgün cavab A variantı. Obrislər niyə səhvdir? 4. Özbəkistan və Türkmənistanın olduğu regiondur. Türk dövlətlərinin təbii artımı yüksəkdir. 2. İndoneziyadır, yüksəkdir. Və 5. Müvafiq olaraq Kolumbiya and ölkəsidir, yüksəkdir. Keçdik 5-ə. Bəzi ölkələrdə ekstremal ərazilər əhali məskunlaşmaqdadır. Əhalinin ekstremal əraziyə məskunlaşmağa vadar eləyən yeganə şey nədir? Mineral faydalı qazıntılar və onların hasilatı və emalı. Bu da hansı sənaye sahəsi? Adı nədir? Sənaye. Cavab nə variantı? D variantı 5-ci test. Təbii artım ola bilməz. Əhali sayı artır, amma əhali niyə görə başqa yerə köçür? Yəni səni soyuq yerə köçməyə nə vadar eləyə bilər? Oradakı faydalı yer çatışmazlığı olsa, sıxlıq olsa da yaşamalısan da, əgər sənin məcburiyyətin yoxdursa. Fikrimi izah eləyə bilirəm. Söhbət burada faydalı qazıntıların tükənməsi və insanların hara doğru meyllənməsindən gedir. Sənaye sahələri, ekstremal bölgələrə. 6-cı sual. Yoldaşlar, sizə ümumi əhali verilib 24.500.000 nəfər. İllik təbii artım verilib nə qədər? 147.000 nəfər. İndi biz burada sadə bir tənasüb quracaq. 24.5 milyon yazacaq. 147.000 nəfər. 147.000 nəfər. 1000 nəfərə yazacaq gözəl yoldaşlar nə? X. X-i tapanda 147.000-i 1000-ə vuranda eləyir 147 milyon. 147 milyonu biz böləcəyik neçəyə? 24.5 milyona. Cavabımız neçə elədi? 6 nəfər. 6 nəfər də 12-dən az olduğu üçün bu neçənci tip təbii artımdır? Birinci tip təbii artımdır. Düzgün cavab 6-da Y bəndi. 7-yə baxırıq. Ölkədə əmək ehtiyatlanan sayı neçə milyondur? 5 milyon. İşsizlik isə neçə faizli? 10%. Yəni 5 milyon neçə faizini tapacaq? 10%. Yəni 5 vur 10 böl neçə? 100. Cavab 0.5. Variantımız da variantı? Y variantı.
Yoldaşlar uyğunluğu müəyyən edin. Aglomerasiya, megalopolis, peyk şəhər, urbanizasiya. Şəhərlərin böyüməsi və şəhər əhalisinin xüsusi çəkisinin artması urbanizasiyadır. 4-ənə getdi A. Ən iri şəhər məskunlaşma forması megalopolislərdir, bilirsiniz, aglomerasiyanın birləşməsindən. 2-ənə getdi B. İri sənaye mərkəzləri yaxında yerləşən kiçik şəhərlər, peyk şəhərlərdir. 3-ənə getdi C. Şəhər tipli yaşayış məntəqələrinin kompakt ərazidə toplanması nədir? Aglomerasiya. 1-ədənə getdi yoldaşlar D. Düzgün cavabımız oldu verilənlərdən. Əlbəttə ki 8-də. Nə variantı? D variantı, bəli. 9-a baxırıq. Xəritə sxema əsasən əhali sıxlığı, əhalinin sıx və seyrək olduğu. Sıx olduğu yerlər biz bilirik ki, birinci göstəriciyə aid olacaq. Sıx olduğu yerlərə. Deməli, Şərqi Asiya A, Bangladeş bölgəsi Y, bir də yoldaşlar olacaq təbii ki, Latın Amerikasının sahil zonaları C. Amma ekstremal şəraiti pis olan bölgə, yəni ekstremal bölgələrdə, hansı ki şəraiti pis olan yerlərdə söhbət nədən gedəcək? Gəlin nəzər yetirək. Bəli, olacaq 2-yə, deməli, bəli, B səhralara görə, F-də yenə kontinentallığa görə, D-də də yenə səhralara görə. Cavab A, C, Y, B, D, F. Variant A variantı 9-cu sualda. Növbəti test tapşırığına nəzər yetiririk. 10-cu sual. Təbii artımın azalmasına səbəb olan amillər. Təbii artımın azalmasına səbəb olan amillər. Yoldaşlar, insanların həyat şəraitinin yaxşılaşması xeyir. Səhiyyədə vaksinasiyanın artması, əksinə ölüm hallarını azaldır deyə təbii artım nə olur? Artır. Bu da yanlışdır. Ailə planlaşdırılması, siyasətin həyata keçirilməsi, əhalini azaltmaq yönümündə. 3. Əmək tutumlu sənaye sahələrini inkişaf elətdirmək, yoldaşlar. Burada belə deyək də, əmək tutumlu sənaye sahələrini inkişaf elətdirmək əhalinin sayının azalmasına təsir etməz. Əksinə insanların həyat şəraiti yaxşılaşdığı üçün arta bilər. Qadınların ictimai fəallığı işlədiyi üçün az uşağa sahib olmaq istəyir. 4. Daha doğrusu üzr istəyirəm. 5. Və son olaraq şəhər həyat tərzinin yayılması. Çünki bilirsiniz, şəhərlərdə maddi tələbat çoxdur deyə çox uşağa sahib olmaq istəmir ailələr. Cavab 3, 5, 6 variant nə variant oldu? D variantı. Bir nisbi daxil yoxdur. Xeyr. Qrup və dağınıq məskunlaşma formasına kənd yaşayış məntəqələrinə aid xüsusiyyətlər. Yoldaşlar, qrup formada bildiyiniz kimi Avropa, Asiya və Afrika ölkələrində idi. Burada vəziyyət belədir ki, Azərbaycan kənd yaşayış məskənləri qrup formasındadır. 3. Sonra yüzlərlə, minlərlə əhali yaşayır. 4. Və son olaraq biz deyirik ki, məktəbdə uşaq bağçası, xəstəxana və s. sosial obyektlər fəaliyyət göstərir. 6. Amma gözəl yoldaşlar, siz bilirsiniz ki, dağınıq məskunlaşma forması bir-birinə uzaq yerləşdiyi üçün olacaq bir və ya bir neçə ailə yaşayır. Bəzi ölkələrdə ranço və fazenda adlanır, xüsusən də Latın Amerikasında. Və son olaraq yoldaşlar biz deyəcəyik ki, Amerika, Avstraliya və Şimali Avropada əsasən dağınıq formadır. 3, 4, 6, 1, 2, 5. 11-ci cavabı oldu yoldaşlar B bəndi. Nə bəndi? B. Gəldik 12-yə. Doğru sıraları müəyyən edin deyir. Rainbow'da Liverpool ola bilməz. Liverpool qara İngiltərədədir. Ona görə də yanlışdır. Tipis Chicago, Pittsburgh, Detroit doğrudur. Tokaydo, Tokyo, Osaka doğrudur. Bosvaşda Boston, Washington, New York, Philadelphia olmalıdır. San Francisco burada işi korladı. San Francisco, San Diego, Los Angeles, San Jose olmalıdır. Burada New York işləri korladı. Bosvaşdadır. İngiltərə, London, Liv, Manchester doğrudur. 2, 3, 6 cavabımız C bəndi hesab olundu 12-ci test tapşırığında. BMT əhali fondu. Əhali fondu əhalinin sayının artımı və azalması ilə bağlı problemləri həll eləyir. Yəni, əhalinin ərzaq təhlükəsizliyi ərzaq problemləridir. Bir olmaz. İnkişaf etməkdə olan ölkələrdə ailə planlaşdırılması və doğumun tənzimlənməsi, xüsusən də Afrika ölkələri. 2. Əhalinin istifadə etdiyi içməli su olmaz. Ətraf mühitdə baş verən dəyişikliklərin insanların sağlamlığına təsirin öyrənilməsi, bəli. Yoldaşlar, yox, bir dəqiqə, bəli, 4. Bir də sonuncu. İnsanların artımı ilə bağlı maarifləndirmə işləri. Yoldaşlar, 2, 4, 5 variant nə variantı? C variantı. Daha doğrusu səhv. Aid deyil deyirsə səhv dedim yoldaşlar. Bir dəqiqə sualı səhv dedim. Bir saniyə. Aid olanları, aid olmayanları seçməliyik. Əvvəldən baxaq bir dənə. Sualı səhv izah edin. Bir saniyə. Aid deyil deyir. Əhalinin ərzaq təhlükəsinin dəxli yoxdur. Əhalinin, deməli, istifadə etdiyi içməli su keyfiyyətinin dəxli yoxdur. 1, 3, bir də 4. Ətraf mühitdə baş verən dəyişikliklər ekoloji problemlərdir. Necə problemlərdir? Ekoloji, bunun əhaliyə dəxli yoxdur. 1, 3, 4 cavab nə variantı? A variantı. 14. Doğru sıralara müəyyən eləyir. Slavyanlar, Polyak və Ruslardır. Doğrudur. Roman dili qrupu İspanlar və İtalyanlar doğrudur. German dili qrupu İsveçlər, Finlər olmaz. Finlər Ural dil ailəsinin Finigor qrupudur. İranlılarda Əfqanlar, Bengallar olmaz. Bengallar Hindari dil qrupudur. Hindaridə Hindistanlı, Pəncablı doğrudur. 1, 2, 4 variantımız oldu yoldaşlar. Verilənlərdən 1, 2, 5 daha doğrusu. Verilənlərdən cavab C. 15. Xəritə sxema əsasən insan inkişaf indeksinin yüksək olduğu ölkələri müəyyən elə. İnsan inkişaf indeksi inkişaf etmiş ölkələrdə daha çoxdur. 2 İsveçdə, 5 yoldaşlar Kanadada, 4 isə Avstraliyada. 2, 4, 5 cavab B bəndi. 16. Azərbaycanda əhali ilə bağlı doğru ifadələri müəyyən elə. Yoldaşlar bizə deyir ki, müvafiq olaraq kənd əhalisi
payı artmaqdadır. Yoldaşlar, kənd əhalisinin payı bizdə artmır. Əksinə nə olur? Azalır. Deməli, ferma tipli yaşayış məntəqələri çoxdur, səhvdir, qrupdur. Şəhər əhalisinin payı çoxdur, 3. İri şəhərlərdə iş tapmaq imkanlarının çox olması əhalini cəlb edir, 4. Əhali sıxlığı orta dağlığa doğru artır, yoxsa azalır. 20-ci əsrin ortalarında 1950-ci illərdə biz Mingəçevir kimi, belə deyim, Şirvan kimi, Sumqayıt kimi şəhərlər yaradılıb. 3, 4, 6 cavab B bəndi 16-cı test tapşırığında. 17-yə baxırıq yoldaşlar. 17-də bizə deyir ki, Cənubi Asiya regionlarında əhalisinin daha çox miqrasiya etdiyi, Cənubi Asiya regionundan əhalinin daha çox miqrasiya etdiyi, inkişaf etməkdə olan ölkələr. Yoldaş, işləmək üçün İran körfəzinə gəlirdilər. 1-ə, Birləşmiş Ərəb Əmirliklərinə, Qətərə 4-ə və son olaraq yoldaşlar Səudiyyə Ərəbistanına. 1, 4, 6 cavabımız C bəndi 17-ci sualda. 18. Uşaqlar, 18-də vəziyyət belədir ki, siz əvvəlcə arada təbii artımı tapacaqsınız. Doğum çıx ölüm nə qədər elədi? 12 çıx 6, 6. 18 çıx 10 neçə elədi? 8. 24 çıx 8 neçə elədi? 16. Düzdür? Sonra yoldaşlar, ümumi əhalini bərabər eləyəcəksiniz x-a. Yəni 16.5 milyon olacaq x. Minə olacaq neçə? Minə 6. X bərabərdir. Gəlin hesablayaq. 99. Bəli, bu elədi yoldaşlar. A-da 99 min nəfər əhali. Sonra B-də eyni qaydanı tətbiq eləyəndə nə qədər tapacaqsınız? 102,4 min. C-də isə 165,8 min. Bəli. İndi biz müvafiq olaraq burada həmən bu göstəricilərə görə, təbii artıma görə ölkələri müqayisə eləsək, birinci olacaq C, böyükdür nədən? B-dən, o da böyükdür nədən? A-dan. Düzgün cavab nə variantı oldu 18-də yoldaşlar? D bəndi, bəli. 19. Yalançı urbanizasiya prosesini əzbər bilirdik. Urbanizasiya prosesi sistemsiz xarakter alır. 1. Əhalinin artım sayı iş yerlərinin artım sayını üstələyir. Bəli, 2. Ona görə şəhərlərə yönəlir. Şəhərlərdə əhalinin təbii artım aşağı olur, səhvdir. Şəhərləri dərinliyi inkişaf edir, səhvdir. Bu suburbanizasiyadır. Bəli, şəhərlərin ətrafını kasıb rayonlar. Biz buraya yazıyaq gecəkondu, favel, bidonvil kimi amillər demişdik. Cavab 1, 2, 5. Variant C. Əhali şəhəri kənarı ərazilərdə və kənd yerlərində yaşamaq üstünlüyü bu suburbanizasiya prosesidir. Suburbanizasiya versə bunları seçə bilərdim. 20 rahatdır. Ekstremal şəraitli ərazilər. Ekstremal əhali məskunlaşması üçün əlverişli olan yerlərdir. Qütb ətrafı daimi donuşluq 1, 4 və 1 də yoldaşlar 6. Səhra, yarım səhralar. Düzgün cavab nə variantı? C. Sizlər bilirsiniz ki, 2 sahil zonaları, Qərbi Avropa və əlbəttə ki, Cənubi Asiyada əhali necə məskunlaşıb? Sıx. Növbəti sual 21. Demoqrafik partlayış deyəndə əhali sayının intensiv neynəməsidir? Artmasıdır. A variantı düzgün cavabdır. Uganda, Kenya, Haiti. Lakin B-də problem nədir? Rumıniya. C-də Yaponiya. D-də Portuqaliya. Y-də də yoldaşlar İrlandiyanı atdıqda cavabı tapa bilərdiniz rahat şəkildə. 22-ci sual. Təbii artımın ikinci tipinin səciyyəvi olduğu ölkələr. A-da Rusiya. B-də yoldaşlar Latviya. C-də müvafiq olaraq Moldova, Şərqi Avropa. Və eyni zamanda Y-də İsraili atdıqda cavab nə qalır? D bəndi 22-də. Tanzaniya, Əfqanistan və Kongo Demokratik Respublikası. 23-cü sual sadədir. Əvvəl 18,5-dən müvafiq olaraq çıxa bilərsiniz neçəni? 7,4-ü. Şəhər əhalisini tapmaqdan ötəri. Elədi 11,1. Sonra da bunun faizini tapacaqsınız. Yəni nə? 11,1 vurulsun 100%. Bölünsün neçə? 18,5. Cavab neçə faiz? 60%. Qutardı getdi. Açıq sualın cavabı oldu neçə faiz? 60%. 24-də. Azərbaycanda əhalinin sıx məskunlaşdığı əraziləri müəyyən elə. Uşaqlar, biz Bedlendlər və quraq belə deyində dağlıq bölgələrdə necə məskunlaşmışıq? Seyrək. Məsələn, 2 Bedlendlər, 3 Bedlendlər, 1 isə yüksək dağlıqdır. Ona görə də cavabımız qalır 5 Şərri Ordubad düzənliyi, 4 Samur dəvəçi, 6 Lənkəran ovalığı. Cavabımız 4, 5, 6-dır. Sual aydındır. 25. Şimal və şərq yarımkürəsi deyəndə ekvatordan şimalda və Qrinviçdən şərqdədir. Mən burada Kəlküttəni götürə bilərəm. Bura haraydı hər zaman deyirdim sizə. Kəlküttə, Hindistan, Jakarta, İndoneziya olduğu üçün cənub yarımkürəsidir. Olmaz. Lagos, Nigeriya, doğrudur. Rio de Janeiro, Braziliya yanlışdır. Detroit, ABŞ yanlışdır, qərbdədir. Karachi yoldaşlar, əlbəttə ki, doğrudur Pakistanda. 1, 3 və nə? 6. 25-ci sualda. 27-də xristian dininə etiqad edən türk xalqları. Xristian dininə etiqad edənlər olacaq qaqavuzlarla çuvaşlar. 4 ilə 5. Biri xeyir yoldaşlar. Buddistlər. Davam edirik. 27-də yoldaşlar Mongoloid irqi siz bilirdiniz ki, Şimal qolu və Hinduları var idi. Bura aiddir verilənlərdən A, bir də Y. Avropoid irqi bildiyiniz kimi Avropada və bir də gedib Avstraliyada. B ilə nə? D,
və B ilə D. B, D. Avstraliya, bir də Avropa. Və son olaraq ekvatorialda olacaq C. AY, BD, C. 27-nin cavabı. Hə? Ekvatorial irq, yəni tropiklər arası nəzərdə tutur da, yəni qarışıq irqlərin olduğu yerlər. Aydın oldu. Gəldik nəyə? A ölkəsinin təsərrüfatında yaranan çətinlik. Uşaqlar, təsərrüfatda yaranan çətinliyi olanda böhran baş verir ölkədə. Böhran dövründə də hansı işsizlik olurdu, kim deyər? Dövrü, afərin. Gözəl insanlar, biz burada nə görürük? Əvvəlcə mənə verib ki, bu ölkədə demoqrafik göstəricilər var. Əhali sayı və 1000 nəfərə düşən təbii artım. Mən burada ümumi artım hesablaya bilərəm. Yazıram. 18.5 milyon neçə faiz? Neçə x? 1000-ə neçə nəfər? 1000-ə 15 nəfər. X bərabərdir həll eləyəndə yoldaşlar. 277.500 nəfər. Düzdür? Neçə nəfər? 277.500 nəfər. Bu təbii artımdır. Amma emigrantlar var bu ölkəyə gedən. Emigrantlar nə qədərdir? 320.000. Gedən nə qədərdir yoldaşlar? 300. Gələn nə qədərdir imigrant? 1500. Yazırıq 320.000. Çıx neçə nəfər? 1500 nəfər. Yoldaşlar 320.000 ilə 1500 çıxanda nə qalır? Deyək ki 5, bu da 8, bu da 1. 318.500 nəfər, düzdür? İndi biz burada bildik ki, ölkədə növbəti sualda deyir ki, birinci sualda ilin sonunda illik təbii artım 277.500, düzdür? Sonra biz nə edəcəyik? 18.500.000 nəfərin üzərinə 18.500.000 nəfər. Gələcək, müvafiq olaraq yoldaşlar, 277.500 nəfəri çıxacaq ondan, həmən cavabdan. Əlbəttə ki, gedənləri, yəni neçə? 318.500 nəfəri. Cavabımız eləyəcək gözəl yoldaşlar. 18 milyon 459.000 nəfər. Müəllim, niyə çıxdınız bunu? Çünki gedən emigrantların sayı çoxdur. Tapdıq yoldaşlar. İllik təbii artım 277.500. İlin sonunda əhali sayı 18 milyon 459.000 nəfər. Davam edirik. Verilənlərə əsasən ölkədə miqrasiya prosesinin səbəbi, yoldaşlar, gördüyünüz kimi təsərrüfatla bağlı olarsa səbəb nədir? İqtisadi səbəb. İqtisadi və istiqaməti haradır? Xarici miqrasiya, ölkədən gedib, yəni emigrant edib. İqtisadi və xarici. Region olaraq yazma olmaz, Qərbi Avropa, Şimali. Region soruşmur axı, gözəl olur. Ölkədə miqrasiya prosesinin səbəbini soruşur. Səbəbi iqtisadidir, istiqaməti də nədir? Xarici. Xaricə miqrasiya. Verilənlərə əsasən ölkədə hansı növ işsizlik var, yoldaşlar, onu da dedik. İqtisadiyyatla bağlı nədir? Dövri işsizlik. Dövri işsizlik təbii işsizliyə aid deyil. Təbii işsizlik olacaq yoldaşlar. Friksiyon və struktur. Aydın oldu. Bu böhran zamanı baş verən işsizlikdir. Suallar aydındır.